Oxumaq mənim uşaqlıq arzum olub. Sadəcə valideynlərim narazı idi deyə, Aha. qəti narazı idilər ki, yəni bu fikri ağlından çıxart, belə şey ola bilməz. Ona görə mən də o fikri ağlımdan çıxartmışdım, ancaq elə evdə Niyə oxuyurdum bəs özüm üçün. oğlunuza icazə verirdiniz, qızınıza icazə vermirdiniz? Ən çox anam narazı idi. Yəni bəlkə də atam icazə verərdi. Aha. Amma ki anam yəni deyirdi Ananızın ki, adı necədir? Xalidə xanım. Xalidə xanım, görürsüz, deməli zaman yerini gəldi, tapdı. Həcər xanım bugün artıq efirdədir, xalqın qarşısındadır. Artıq onun öz sevənləri var. Yəni deyirdi ki, sən oxusan məni danışdırma. Yəni mənim kimi anam Danışırsınızmı yoxdur. anavızla? Bəli, indi ən Bir şey var birinci ki, Aha, özü də musiqini qutarıb ya. ananız, Bəli. Həcər xanım, ananız. çətinliyinə görə Evdə istəmirdi. Deyir, da. O da bəli, xanəndəliyi bəli. bitirib, yoxsa başqa sahəni bitirib musiqidə? Yox, qarmon deyəsən qutarıb. Hə, Qarmon deyəsən. deyəsən. Yox, piano ifa eləyirdi, qarmon salmağını görməmişəm. Evdə piano var, o piano. Nə gözəl ailəsiz, həqiqətən. Evdə hamı musiqiçidir. Sizdə deməli, bütün müzakirələr mən belə düşünürəm ki, musiqili keçir, hə? Bəli, bizə operadır da, ancaq Eləmi? bir-birimizə musiqi Deyirik bir-birimizə. Cavablar musiqi ilə verilir, hə? Get mənə çay gətir, o deyib, baş üzdə atacan. Belə. Elşad müəllim, biz sizi hər zaman enerjili görmüşük, həmişə pozitiv görmüşük, bax belə baməzə görmüşük, maraqlı əhvalatlar danışmışsınız, tamaşaçılar tərəfindən biz də eşitmişik. Heç elə olurmu ki, çox əsəbi və gərgin olursunuz? Çox olur. Qəmgin olursunuz? Həcər xanım dedi ki, çox. Deməli, o məqamlar. Həcər xanım, heç elə olurmu ki, ata məsələn evdə səsini qaldırıb bugünə qədər? Mənə olmayıb. Anama da olmayıb, amma belə nəyəsə hirslənib. Ancaq olsa, hə, belə yazıq rəvan rəvan olub. istəmişəm. Hə, rəvana Yazıq o rəvan olub. Nə olubsa rəvanı olub. heç vaxt Rəvan toy oldu. oldu. Allah xoşbəxt xoşbəxt eləsin, eləsin. Allah mübarək eləsin Allah, əlbəttə ki. Bəxtin gözəl eləsin. Amin inşallah. Çox sağ olun. Qabağıma çıxdı. Deməli belə, atanızın həm də əsəbi tərəfləri də olur. Baxmayaraq ki, biz onu Kesin efirdə olur hər da, zaman məncə, pozitiv əsəbi tərəf. görürük. Siz nətərdir? O talehin işidir. Rəvan özü də yaxşı oğlandır, gözəl ifaçıdır. Hamı bilir, o mən deməklə deyil. Ancaq ki, o alın yazısı var da, ondan qaçmaq olmaz. Həcər xanım, bir də bilirsiniz, adətən deyirlər ki, elə uşaq yaşlarından valideyn müəllimi olanda o övlad ipə-sapa yatmır da, yəni valideynin sözünə çox qulaq asmır, biraz o güzəştlər çox olur. Sizdə necədir? Atanızla o həm də bir müəllim tələbəsiz, siz bəhrələnirsiniz, dərs alırsınız. Tənqidlər necə olur, etirazları necə olur? Tənqidləri çox olur. Çox olur. Falan mahnında bunu düz oxumadın, təzədən oxu. Düşünürsünüz ki, kaş atam ifaçı olmaz, mən olardım. Yox, yaxşı ki ifaçı olub, yanımdadır, Eləmi? dəstəkdir. Hə, olmasa mən neyniyərəm? Aha. Onun sayəsində mən buradayam. Bəs o çətinlikləri görmüsünüz də. Əminəm ki, siz uşaq olanda ata da evə çox geç saatlarda gəlib, bu el şənlikləri, tədbirlər. Zaten anam ona görə Oxumağa nə istəmirdi. var ki, keçmişdə atasının bizim vaxtımızda saat 5-də gəlirdi gecə evə. Deməli, Toyxanadan güclə üzr çıxırdıq istəyirəm. gəlir. Aha. Allah rəhmət eləsin, Habil müəllim bir sözü var da. Allah rəhmət eləsin. Deyirdi ki, biri sual verib ki, bəs Habil müəllim, kamança ifa eləmək çətindir, qarmon. Deyir, valla ikisi də çətindir, amma qarmon çalmaq belədir ki, remeni utaq çal dedi. Kəbəri utaq çal Yenə öz dedi. ampulasındadır. Elşad müəllim, Allah canınızı Ona sağ görə də eləsin. Hər bir sənət çətindir. Amma onun gərək arxasınca düşəsən. Necə oldu ki, çalışasan. atanıza ifa etmək arzunuzu bildirdiniz ki, mən oxumaq istəyirəm ata? Zaten bilirdi ki, Necə qarşıladı, o bilirdi yaxşı? ki, mən oxumaq istəyirəm. Aha. Sadəcə anam razı deyildi deyə, o da ki, yəni hörmət elirdi onun fikrinə. Mən də onlara hörmət elirdim deyə bu fikri ağlımdan çıxartdım, dedim, yox, belə bir şey ola bilməz. Yəni mən hələ də yuxudayam sanki, o dərəcədə ki, yəni belə bir şey baş verdi, mən səhnədəyim, bu mənim üçün yuxu kimi gəlir. Peşəkar səhnədə artıq neçə aydır, neçə ildir Artıq varsınız? 8 aydır 8 səhnədəyəm. aydır. Aha. Hardasa bir yer alırsınızmı? İfa edirsinizmi? Bəli, ifa eləyirəm. Aa, çox gözəl, çox həqiqətən Dəvət də. alıram. Yəni Nə gözəl, yavaş uğurlarınız yavaş. bol olsun. Biz Çox hər zaman sağ sizin olun, yanınızdayıq. çox sağ Sizi olun. tanıdığımıza Amin. çox şadıq. Mən də sizi Rəvanın xətrini tanıdığıma. çox istəmişik hər zaman. Elşad müəllim əlbəttə ki, sənətkarımızdır, amma Rəvanı bir dost olaraq həmişə çox istəmişik. Onun elə işlərinə də hər zaman böyük diqqətlə yanaşmışıq. Çünki özü bəstələyib, özü ifa edib, maşallah bu gün də çox seçilən, sevilən ifaçılarımızdandır. Mən əminəm ki, Elşad müəllimin ailəsindən gələn daha bir üzvü, əlbəttə ki, onun övladı elə ən az Rəvan qədər olacaq. Əminəm ki, gözəl İnşallah, nəğmələr bəxş inşallah. eləyəcəksiniz sevənlərinizə. İnşallah.